Cəbi, ay Cəbi, Cəbi. Ağa, Cəbi qulluğa gedir. Ay hay, bu heç yaxşı olmadı ki. Bəs indi biz nə eləyəcəyik? Poçtu yola salınmasına yarım saat qalıb. Ah, Domuz əli, səni xoş gördük. Deyəsən elə kətdən gəlirsən, lap vaxtında gəlirsən. Kişi Domuz əli, bu nə əziyyətləri çəkmirsən? Bu nə sözdür xan? Mən öyrənə kimi sənə qulam. Yaxşı, qoy hələ onlar qalsın. Kişi, Poçqıları tanıyırsan? Poçqıları tanımırsan? Mən kətçi babiyəm, mən hardan bilim poçqanı hardadır? Yaxşı, Poçqıları tanımırsan, Natalik divanxanasını hiç tanıyırsan? Hə, Natalini tanıyıram. Keçən dəfə onun yanına şikayət etmişdi. Eşi bir deyən bu sözləri sonra deyərsən. O, Natalik divanxanasının qapısının yanında bir xırda qapı var. O qapıda bir xırda və uzun qapağı var. O qapağı qaldırıb bu kağızı salarsan onun içinə. Hə, nə deyəm bu saat? Tərpən də, çaparaq qaç. Doğru Əli, bir də çaşıb kağızı başqasına verərsən ha. Heç bir kağızın Natalini kılıcına da vermirəm. Yadımdan da çıxdı ki, xandan soruşum ki, məktub atandan sonra gözləyim, yoxsa evə qayıdım. Gözləsəm nə qədər gözləyim axı? Evə qayıtsam da xanın qəzəbi tutacaq. Hani bu kağızlar burada qalacaq, kilitlidir. Bismillahirrahmanirrahim. Vəssalam. Hara aparırsan kağızları? Aç şura. Norzəli ölməyib ki, onun məktubunu aparasan. Ver onu bura. Aç şura. Görürsən, olub görürsən burada. Deyəsən dava edirlər. Torbadakı nədir görəsən? Yəqin ki, qızıl deyil. Yol verin görək, kimdir şuruq salan? Nə olub burada? Yol verin görək, kimdir şuruq salan? Mən heç eləmirəm, məktubumu oğurlayır. Təqsirkar olmadığını bilmirəm. Gələr sonra, Pirsəb buyurub ki, gələr sonra. Gəlməsəniz, onu göndərəcək qazavata. O kətçi adam da belə şey eləməz. Mən heç zad bilmirəm. Gələr sonra ordası baş salarlar. Başına dolanım xan. Sən olmasaydın mənə çoxdan Sibirə göndərdilər. Qədəmlərinə qurban olum. Narahat olma, səni Sabirə götürmüşəm.